Məsəl üçün deyək ki, hər hansı bir mətnlərini, dinləmə mətnlərini dinləyir, xarici dildə musiqilər dinləyirsə, Çox dil bilməkdir bu da. ay sağ ol, çox dil bilməkdədir. Bəs deyirəm ki, hansındadır ki, dürüst olur, qarşı tərəfə inanır, empatiya qurur, hörmət nümayiş etdirir, özünü anlayır. Şəxsi və sosial öyrənmə. Ay sağ ol. Bəs hansındadır ki, deyirəm ki, İKT-ni bilir, tanıyır, fərqləndirir, onlardan istifadə edir. Məsələn, burada smart telefonlar, planşetlər, kompüterlərdən söhbət gedirsə? Rəqəmsal savadlılıqdır bu da. Aha. Bəs deyirəm ki, hansındadır ki, özü üçün məqsədi var, planı var, özünə diqqətli olur, özünün səhhətini qoruyur, özünü qiymətləndirir, sağlamlığını qoruyur. Şəxsi sosial öyrənmə. Ay sağ ol, şəxsi sosial öyrənmədir. Bəs deyirəm ki, hansındadır ki, məsələn, Qarabağ müharibəsi var, küçələrə axışıb, məsələn, köməkliklər, dəstəkliklər edir. Tutaq ki, deyək COVID-19 ərəfəsidir, hər hansı bir köməkliklər, dəstəkliklər edirsə? Fəal vətəndaş mövqeyidir. Ay sağ ol. Aha. Bəs hansındadır ki, deyirəm ki, müxtəlif dilləri bilir, öyrənir, başqa dildə danışır, başqa dilin qrammatikasını, leksikasını bilirsə? Çox dil bilməkdir bu da mənim. Aha. Və yaxud deyirəm ki, kitabdan, qəzetdən, jurnaldan məlumatlar öyrənir, ünsiyyət qurur, dialoqlara Savadlılıq. girir. Savadlılıq. Ay sağ ol, savadlıqdadır. Bəs hansındadır ki, deyirəm ki, müəllimə, ümumiyyətlə İKT haqqında nə varsa hər biri haqqında məlumatlıdır, hər birini bilirsə? Rəqəmsaldır bu da mənim. Aha. Müasir texniki avadanlıqlardır, Ay sağ ol. birinci əsr bacarıqları hamısını bilir. Aha.